Ölkəmizdə ilk dəfə China Visitor Summiti keçirilib. Summit Çinlə Azərbaycan arasında inkişaf edən turizm əlaqələrinin genişlənməsinə həsr olunub. Tədbirdə Çinin 50-dən çox turizm şirkətinin nümayəndəsi, həmçinin yerli turizm sənayesinin təmsilçiləri iştirak ediblər. Tədbir iki ölkənin turizm sənayesi arasında əməkdaşlığın dərinləşdirilməsinə və Azərbaycanın turizm potensialının Çin bazarında daha geniş tanıdılmasına xidmət edir. Çinin Azərbaycandakı səfiri Lu Mei bildirib ki, iki ölkə arasında vizadan qarşılıqlı azad olma rejimi turist axınında rekord artıma səbəb olub. Digər çıxış edənlər də diqqətə çatdırıblar ki, bu ilin yanvar-oktyabr aylarında Çindən ölkəmizə səfər edən turistlərin sayı əvvəlki illə müqayisədə 49% artaraq 57 min nəfərə çatıb. Çin bugün dünyanın en büyük xaricə səyahət bazarıdır və Azərbaycanın burada payı hər il daha da yüksəlir. Azərbaycan və Çin arasında vizasız gediş-gəliş rejimi turist axınının artmasına böyük töhfə verib. Bu il ötən ilin eyni dövrü ilə müqayisədə artıq 50%lik artım müşahidə edirik. China Visitor Summit çərçivəsində Çinin 51 böyük tur operatoru Azərbaycana səfər edib. Onlar təkcə paytaxt Bakını və ölkəmizin turizm potensialını yaxından tanımır, həm də yerli turizm şirkətləri ilə görüşlər keçirirlər.